Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bizimle Sən verilişinin iştirakçıları olan Tut xanım ve Arzu arasında canlı yayımda qalmaqal baş verib onlar söz savaşına çıxıblar. Həmin görüntüləri sizlərə təqdim edirəm. Siz də videomuzu bəyənməyi unutmayın. Asiman geldi apardı. Ya Asiman gelmemişti. Yalan danışma. Kızınla kimiz maşına koyduk? Kızınla kimiz maşına koymuşuk? Yalancın Allah belli görsün. Asiman. Ay Esma. Ne yalan Olmaz. Bura qarşı gəlmişik. Biz ayarsı. Bu kadar da yok da. Ay narahat olma. Bu düzeləcək değil. Olmaz. Ağbıçak kadın da var burada. İzleyicilerimiz de var burada. Bu olmaz. İndi ne olubsa indi deyip de deyip ağzına çıkıp. Aynı şey olmuyor. Bak bir şey. Ayşe sana durup qulaq as mənə. Töküldü qaba hiç olmuyor. Ayşe sana durup desələr ki mənim evimdən oğurluq eləmsən. Adama deyən lazım ki sübut elə. Onda mən də gəlsəydim ki Hüseyin onun Mənim haqqımda olub olmazdan şeyini danışırlar. O iki dənə axmaq. Mən də yemin nəsə olmayıb. Mən niye yalandan danışır ki? İçki olmayan yeri yalan niye danışır ki içki var? Zəhərin olsun tutu sənin evdə yediyin çörə zəhərin olsun. Bundan da betərcinə qal sənin. Bir dəqiqə xanım. Hayırdır valla belə hörmətsiz eləməyin. Bir dəqiqə. Hüseyin sakit dur. Ay xanım. Bax o sizə qonaq gəlib hə? Birincisi orucluq aydı. İçki olmaz stolun üstündə. Günahdır. Ayıbdır. Özde bir parça uşağın qabanda içkini axtarır. İkincisi de gece saat 3'te. Hanım gece saat gecenin saat 3'ünde xəstə uşağın Ay bala, ay bir dəqiqə. Yaxşı içki olmuyor. İndi ağzına çıxarıb içki. Olmayıbsa niyə əsəbləşirsən ki? Deyib də. Əsəbləşmirik. O niyə əsəbləşirik? Olmayan sözü niyə deyir? Olmazı sözləri deyir. Niyə deyir olmayan sözü? Küçük olduğu yerdə bu hər sözü deyə bilər. Mən ağsaqqal adam onun dediyini yeməliyəm belə. Niyə? Niyə eləməlidir? Niyə deməlidir o sözü? Olmuyor bakın. Bəyəklər canlı Azıb Asimanın telefonunda. Deyir ki, belədir, boşulmuşam, məni çıxardı. Niyə yalandan desən, sənə şampan təklif eləmişik? Niyə? Kim təklif elədi sənə? Nəfə Ayşət xanım. Bildim. Ay Tutu sen yalan deyirsən ay Tutu. Nəyinə bağlıdır görüm hələ nəyinə bağlıdır. Dayan heç bıraxın. Tutu heç dat demirəm. Bu oruçluğa tapşırmışam. Heç dat demirəm. Sən ki yalandan deyirsən, oruçluğa tapşırmışam. Heç dat demirəm. O şey olmuysa, sən onu deyirsən, sən oruçluğa tapşırıram. Esmina xanım, biz sən nədir? Qısa da tanıdır. Asimanla birləşiklər. Arzunu kürsüdən qovdurmaq istəyirlər. Mən sənə sual deyirəm. Esmina xanım, bir qız saat 3-də hara gedir? Bəx də necə gedir? Mən getməyəcəm, o baxılıb oturmalıydı burada. O düzdür valla, biz sözə mən nə deyim? Ay gecə sən arzuyla gəlmişsin mənim evimə. Qulaq as, sən arzuyla gəlmişsin mənim evimə. Niyə tək gedirdin? Niyə tək gedirdin? Maddi marağın nədir sənin? Sənin fikrin nədir? Sən təkdən mən yata bilmədim. Mən xəstəliyimə yatmadım. Az kim qışqırdı? Az Arzu Asimanla danışırdı. Kim qışqırdı? Adı nədir? Səbənin adı nədir görür? Ya mən gördüm. Sən haqqda nəsə dedim. Özünü niyə ortaya atırsan? Çünki mənim evimdə olub o söhbətdə. Nətər ağzını yatırsan? Mən Arzu ilə danışıram. Günəş işığı qoşuram bir 2-3 Mənim evimdə olub, ona görə mən qarışıram. Günəş işığı gəl. İlçə dəqiqədə qoy mən danışım. Ay Afət xanım, hər şeydə baxan araq içən deyiləm, sigaret çəkən deyiləm, öyünüzdə olmamışım. Sadəcə mənə Tutu deyib gedib maşından gətirmişim. Sən ki qızınla maşına qoymuşsun. Sən olmamısan Asiman. Xədicə nə pis saldırmışsın. Xədicə nə pis saldırmışsın. Sən orada olmamısan. Yalandan danışma. İşin içində qurtalayan sənsən. İşin için qurtalayan deyil. Tutu, sən bu gedişlə. Mən bir dəqiqə bu sözü deyib çıxıram. Ay Tutu, bir dəqiqə deyək. Sən yaxşı qız olsaydın, sənin analığın olsaydı, sənə əziyyət etsəydi. Sən onun əziyyətini yerə vurdun. Buradan kameranın qabağında. Səmətin yerə vuran qız mənə nə hörmət qoyacaqsan, ya Arzuya nə hörmət qoyacaqsan. Sən olsan da. Ay xanım, ay dədə yenə öz bildiğimizi deyirsən. Mən deyirəm sübü olsun, elə qoymuşsun üstünə.
Ne olacaq? Bir qab yemək vermisən. O olsun toplam olsa 50 manat. Daha qıza olmaz demediğin sözler kaldı. O zaman kızın boyundadır. Ben verdiğim şeyden böyle. Niye değil? Yok abi niye değil? Niye değil? Olmayan şey niye değil? Başta fırlandan çıktı. Koşulabilir. Olmayan şey niye danışır? Saxla. Bax burada yaxşı dayandım. Ona göre istəyər bir dənə qoş. İnternetini zəiflədən deyəcəm. Ayşin. Dayan. Bax burada yaxşı dayandılar. Kamera var. Buradan taksi gəlir. Oturmuşum maşına. Cef gətirmişim. Kameranın qabağında da burada əlimlə tutuyu maşından salmışım. Həmin kayıtları da buradan orada saldıra bilərsən. Burada yox idi. Getdiyimə kimi də maşına. Ay, lap səhvdir, düzdür. Hər nə olsa da ay Esmer ağa səhv deyirəm. Sülh olmalıdır. Ay Arzu, mən sizə başqa şey deyirəm. Sabah o qızlar olmayacaq sən yanında. Yenə də gələcəksə yenə üz-üzə gələcəksə. İnsan insana rast gəlməz, dağ-dağa rast gəlməz, insan insana rast gəlir. Sabah elə bir yerdə elə bir rastlaşarsınız ki, utanarsınız bir-birinizin üzünə baxmağa. Ayıbdır. Tutuğun nə yaşı var ki? 18 yaşı var. İndi deyir. Asman canlısında deyir ki, hamı yazır ki, nə müzik məsələsi. Asman canlısında da deyir ki, Arzu imad edir ki, üzüyü qaytar. Axı yalandan. Elə söhbət olub tutu. Yok Demeyeyim be orada yazılar ki Arzu deyir düzüyü qaytaran. Orada yazılıb deyir. Dəvətsən burada nə var ki? Orada çox şey yazır. Mənim haqqımda olmayan şeylər yazıb daha paylaşırlar. Mən onu dəli olur. Məndən Hüseyin haqqında. Məndən Hüseyin haqqında. Sən Allah Arzu. Ayşə bütün günü verilişlərdə olmuyor. Noyabrda sizinlə qalanda. Orada nəsə artıq şey olub, yalana artıq onu da mənim üçün də danışırlar. Mən neynim olaraq? Bunların fikri bilsə nədir və qısa və konkret. Bunlar istəyirlər ki, efirdən qovduralar, buradan da ayağımı kəsərlər. Mən gedəcəm yerlər zaten. Siz ağlına gəlinizə. Onlara nə verəcəklər, onu elm edin, nə düşüncədir? Ay Hüseyin, o gündən Can müəllim gəldi mənim özümə dedi ki, Arzunu çıxartın. Biz Asmanla dedik ki, Arzunu çıxartmayın, qalsın. Dedim kömək lazım olur. Biz onu özümüz dedik. İstəsəydim çıxardardım da vaxtında. Bir dəqiqə mən də Ay Arzu. 7 dəqiqə gedir. Dediyim vaxtda. 63 min, hələ bəyəm. 100 min eləyəcək olması da uşaqlar. Hüseyin bir dəqiqə gözlə. 23-40 qədər 100 Tutumu min kimə eləyəcək. aparmışdı ora? 1200 insan var. Arzu xanım. Arzu sen niye başımı cəncələ sokursan? Sen bilirsən o xəstə qızda oteldə qalıb onu tapşırıblar. Gedirsən özün, sənə lazımdır onu aparırsan. Gecə saat 3'də o çıxıb oradan. Dəməsi bir dənə esmə Arzu, sən niyə başa düşmürsən? Bu qədər sənə söz tökülür, ay qızım. Özdə 3 deyil, Bir dəfə insan yəni başa düşdü. Bir dəfə bir fikirləş bir hərəkət elə də. Bax bu xəstə qızdır, bunu orada qoyublar. Bunun o evdə, sən padruqanın yanında mən şişəlmə sözlüyüm, çıxıram. Mən burada vaxtım yoxdur ki, uzun zadı bunlarla söhbət edeyim. Ay Təması, vaxtın yoxdur, söhbət cəmaatın sözünü kəsib, sən nətən sözdür, vaxtın yoxdur, bura nə gəlmişsin? Mən də bir dənə söz deyim, bax, indi Arzu tutalım, tutunu vaxt var idi, yanındaydı, tutu Arzuya yaxşı idi, nə bilim, bacıydılar, aralaşmırdılar bir-birindən. Arzu sonra getdi xanımın qapısına, tutunu da apardı özü ilə. Nə oldu? İndi tutu axşam oldu, pis oldu. Arzu başladı tutunun dalınca danışmağa. Xanımın da bir sözü var, deyir ki, burnundan gəlsin sənə verdiyim. Kaş Allahın altında heç o tutuya yeməyi verməzdin. Bu vaxtda bu neməti cəmaatın bayram günü burnundan gətirməzdi. Heç yaraşdırmır. Bizim burnumuzdan gətirdi. Tutu bizim burnumuzdan gətirdi. Sən bir də burada ya. Çörəkçənsən, sən qayıdıb deyəsən burnundan gəlsin. Əlbəttə ki deyəcəm. Niyə demirəm? Əslində mənim niyə bayramı qara ilə? Xoşun olsun, Allah sənə 10 qatını qaytarar. Onu başa düşmək üçün insan dərrakəsi olmalıdır. Ay insan, yaxşı, yalandan çıxıb orada şər atmaqla deyil ki, ay filan kəs içmədi, ya içsizdi, ya nə bilim neynədi. Mən çox görmüşəm bu insanların üzünü, özləri də yaxşı bilir. Biri elə İmin Navoy söhbətin içində olan insan da bilir ki, mən kiməm. Yəni, bilinir mən kiməm, mən yaxşı tanıyırlar. Mən heç vaxtda kimdən sözümü tanımıram, sözümü tanımın üzünə də deyirəm. Evimin içi sən olmuşsan. Görmüsən ki, işləyir. Allah ekranın 100 min eli. Gəlir Təmasif, gəlir səsin. Təmasif. Qırğın eləməyin amma. Təmasif. Hə. Evimin içi sən olmuşsan, bilirsən ki, kimlər içirdi də, düzdür? 23-45 şala, belə geçsin yorumlar açın yazağa. Bəlkə mən rumka vurdum, görmüsən? 3 dəqiqədə vaxt verirəm, 3-ə qədər. 100 min oldu yorumlar avtomatik açılır. Mən şər söhbət şərdən gedir, bir də o xanımın dediyi sözdən gedir. Mən o sözdən sonra girmişəm ortalığa. Gül, sağ ol, Hüseyin, bir dənə sənə başqa profil
Abilinin profili ilə qoşuluram sənə. Mənim telefonumun səsi gəlmir. Buradan danışıram, o birisindən qulaq asıram ona görə. Hə, yaxşı, yaxşı. O birisi səhifənin adı nədir? İstək atır indi, onu qoş bir dənə mən çıxart. Nədir adı, nədir? Əbilidir, Əbili. Hə, yaxşı. Gələn Əbili yox. Hə, yəni belə. Ay tutu. Keyfini heç bozma. Narahat olma. Allah görür mən. Mehriban olun. Sülh-amanlıq olsun. Allah görür. Barışın. Allah görür. Ay, Arzu bir dənə Arzu özü danışsın da. Niyə danışmır ki Arzu? Bir Hə, Arzu yox. istəyirəm, mən sənə istəyirəm. Çünki bayramımızı burumdan gətirdilər. Başa düşdün? Onlar kefdə damaqdadılar. Bizim bayramımız qara gəldi. Başa düşdün? Kefdə damaqda. Həmişə. Mən Arzu, həmişə bu evə tək gəlib gedirəm. Yergəndə məni çizdirərdilər. Bir dəqiqə vaxtımız qaldı. 100 min eləyək, yorumları açırıq.